Zeytinə bax. Qapqara. Vitamin de vitamin. Bax. Bu ağacdan topladıq bunu. Bu bizim zeytin ağacımızdır. Sadəcə bu deyil də, indiyəcən bir 20 kilo toplamışıq. Bunları qaralmağa qoymuşdum. Qapqaradır. Qara zeytinin kilosu marketdə 17-18 manatdır. Bax, budur. İçlərində belələri də var, bunlar işte. Amma çoxunluq qara zeytindir. Gavalı kimidir bax. Buna bax, maşallah. Bunları qəşəng kəsib çərtirsən buradan belənçinə. Potaş deyilən şeyə də qoya bilərsən, o ximikatdır. Biz bunları kəsəndən sonra duzlu suda saxlayırıq, sonra çıxartıb sərib quruduruq. Sonra da tökürük bankaya, yenə duzlu suda təkrardan bunları yağla, limonla saxlayırıq. Kilosu 17-18 manatdır marketdə. Onların heç 17-18 manat olanlar bundan deyil, bu boydan olanlardır. Buna bax, buna bax, bunlara bax. Bu mümkün deyil, bu gemlik zeytini kimi bir şeydir. Tövsiyə eləyirəm, hər kəs ətrafda dolub da zeytin, həyətində olmaya bilər. Alsın qara zeytin, yesin, bir çox xəstəliklərə faydalıdır.